Rekorda bax. Deməli biz keçən dərs keçmişik. Honda nəyi? Klipbar fondu. Düzdür? Bir de paragrafı. Buradan bir çətinliyimiz var. Az önce bunların demək olar ki, bir çoxunu istifadə eləmişsiniz. Hansı ki, məsələn, kəsmə, kopyalamaq bunları bilirsiniz. Clipboard, mübadilə buferdi, bunu da yəqin ki bilirsiniz. Fontdan istifadə elədiniz. Bir də paragrafdan. Paragrafda burada ən çox istifadə elədiyiniz nə oldu? Məsələn, orta başlığı, bəli, başlığı yazmaq üçün bundan istifadə elədiniz. Klaviatura düyməsini əzbərləməyə çalışın. Çünki istifadə edəcəksiniz. Amma əzbərləməsəz də okeydir. Əsas amma diplom imtahanında var da, yəni Nə? nəzərinizə çatdıram. Bu qısa yollar bax. Ctrl L, Ctrl E, Ctrl R, bir də Ctrl J. Bunların hamısı var. Onlar nə üçün istifadə olunur? Bəli. Bir də bunları bilməyiniz. Baxın, sətirlər arası interval necə olur, onu da bilirik. Keçdik. Deməli, bu dərsdə bunu keçməyəcəm. Bu hissə çünki sizə nə zaman lazım ola bilər? Məsələn, mündərcət yazanda. Mündərcət nədir? Hər kitabın ya əvvəlində, ya da sonunda olan başlıqların hansı səhifədə olduğunu göstərən, bəli, hansı səhifədə yerləşdiyini göstərən hissədir. Və biz onu yaratmağı öyrənəcəyik əslində indi yox. Onda istifadə edəcəyik bunu. Hətta mündərcət yaratmaq düzdür. Əl yazmasıyla da mümkündür. Amma sizin bir saata yaxın vaxtınızı alır. Hətta daha çoxdur bəzən. Amma biz yaradanda sadəcə bizim 5 dəqiqəmizi alacaq mündərcət. Hətta bəlkə daha da az. Biz deməli bunu onda istifadə edəcəyik. Keçdik editing qrupuna. Editing qrupunda var find, replace, select. Find nədir? Axtarmaq. Bildiyimiz kimi mətndə bəzən böyük mətnlər olan zaman nə isə axtarmaq bizim üçün çətin olur. Məsələn, deyirəm ki, bu mətndə mən axtarmaq istəyirəm məlumat sözünü. Gəlirəm find sözünü klikləyirəm və buradan yazıram məlumat. Və harda, sorry, Azərbaycan dilini. Məlumat. Harda məlumat sözü varsa, onu navigation hissəsində göstərir. Və buradan qısa-qısa görürsünüz cümlələri. Məsələn, üzərinə klikləyəcəm, həmin cümləni mənim üçün çıxardacaq. Və find-in klaviatura düyməsi sizcə nə ola bilər? Eyvah. Bəli, bu qədər rahat. Ctrl F eləyirsiniz, yenə həmin pəncərə açılacaq. Replace. Replace nə deməkdir? Əvəzləmək deməkdir. Yəni, məsələn, tutaq ki, bir sənət yazmısınız. Bayaqdan, məsələn, nikah haqqında nə isə yazırsınız da. Orada tutaq ki, bir nəfərin adını çoxlu sayda yazmısınız. İndi isə deyirsiniz ki, məsələn, Sevinc adını dəyişmək istəyirəm Leyla adından. Hər yerdə sevinç, sevinç, sevinç var. Çoxlu sevinç var da. Tək-tək dəyişməkdənsə deyirəm ki, hamısını dəyiş Leyla ilə. Bunu necə eləyə bilərsiniz? Ya da gəlin burada göstərim. Burada çoxlu bayt sözləri var. Deyirəm ki, bütün baytların hamısını bitlə əvəzləyək. Gəlirsiniz replace-i klikləyirsiniz. Find and replace adlı pəncərə açılır. Axtardığın sözünü yazır, sonra Bəli, əvvəlcə burada hansı sözü dəyişdirəcəksənsə o sözü yazırsınız. Yazırıq məsələn byte. Burada isə nə ilə əvəzləyəcəm? Replace with. Yazırsınız buradan bit. Və gəldik. Əgər bu əmri klikləsəz ləğv eləyəcək, heç bir də əvəz etmə olmayacaq. Find eləsəz onu sadəcə tapacaq, hansı ki byte sözünü. Replace və ya replace all isə replace eləsəz tək-tək əvəzləyəcək. Məsələn, baxın. Hər dəfə tapır, görürsünüz burada aşağıda. Hər dəfə tapır, əvəzləyir, tapır, əvəzləyir. Amma mən replace all eləsəm, hardakı byte sözünü var idi, hamısını eyni vaxt və göstərir ki, 15 dənə byte sözü var idi, hamısını bitlə əvəzlədim. Baxa, gördünüz? Bayaq hamısında burada byte idi. Oldu bit. Aydındır. Yəni bu da sizin işinizi asanlaşdıracaq. Və replacing klaviatura düyməsi Ctrl-H. Niyə? Çünki Ctrl-R-i, R-nı Ctrl və deyək də sağdan yazmaq üçün right-da istifadə eləmişik yaxın. Ona görə Ctrl-H-dır burada. Üzərində də gələndə bunu görmək mümkündür. Select, seçmək. Əgər seçmək istəsəz, bilirsiniz də bütün obyekti eyni vaxtda seçmək üçün hansı klaviatura düyməsi? Bəli, Ctrl-A. Həmçinin o Ctrl-A-nın həmin funksiya, baxın, burada yerləşir.
Bir dənə select all vurursunuz, bütün mətni seçə bilərsiniz. Sonra keçdik select object. Normalda mən əgər select all vurmuşamsa, kənara vuran kimi seçdiyimi ləğv edir. Amma mən gəlib select objekti aktiv etsəm, o artıq onu obyekt kimi yadda saxlayır. Mən kənara vurduğum zaman da onu ləğv eləmir. Başa düşdünüz? Seçilmiş olaraq saxlayır. Çox istifadə olunandır desəz, xeyr, istifadə olunan deyil. Sadəcə məlumatınız olsun. Sonra var burada formatting hissəsi. Baxın, tutaq ki, bu yazı ilə ya da bundan deyək, bu yazı ilə eyni formatda olan sözlər var. Gəlirsiniz select və formatting əmrini klikləyirsiniz. İndi fikir verin. Deyir ki, mən seçmədim ki bunları, mən sadəcə bu sözü seçdim. Deyir ki, bu qalan bu seçilənlər var. Hamısı eyni formatda yazılıb. Məsələn, hamısının yazı ölçüsü eynidir, sonra yazı forması eynidir, rəngi, qalınlığı, mailidirsə, altına xətti, hamısı, bütün format eynidir. Və istəyirsinizsə, yəni bu seçilənlərin hamısına eyni vaxtda dəyişiklik eləyə bilərik. Baxaq, məsələn deyirəm ki, bunun yazı forması olsun Times New Roman, bunun yazı ölçüsü olsun, məsələn 11, qalınlığı olsun və qırmızı yazılsın. İndi baxaq, görürsüz, təkcə mən formatikdə vurduğum, yəni eyni formatda olanlar dəyişdi, qalanları isə qaldı. Başa düşdünüz? Bundan sonra deməli, select-də bir dənə qalır, select pane. Select pane isə nəyi göstərir? Əgər mən mətnin içərisində hər hansı bir obyekt əlavə etmişəmsə, məsələn, obyekt nəyə nəzərdə tuturam? Fiqurları. Onda istəsəz onları gizlədə bilərsiniz. Select pane klikləyirəm. Baxın, deyir ki, 2 dənə fiqurum var. Baxaq görək hardadır. Gizlədək görək hansılardır ümumiyyətcə. Gördünüz, yəqin ki, bunu şəkil kimi əlavə edeyik. Və bunları biz gizlədə bilirik. Normalda əgər gizlətməsək, çapda istəsək düşə bilər. Amma çapda düşməyini istəmiriksə, onda gəlib bunları buradan gizlədə bilirik. Aydındır. Deməli, bu hissədə, editing hissəsində bizə ən vacib olanları təkrarlayıram. Find, replace və select all və formatting əmrləridir. Find nə oldu? Aha. Mətndə nə axtarmaq istəyirəmsə, find-dən istifadə elədim. Klaviatura düyməsi. Super. Replace nə oldu? Replace əvəz etmə, sözü əvəz etmə. Aha, klaviatura düyməsi. Düz, Ctrl H. Select all nədir? Yalnız Hamısını seçir. Klaviatura düyməsi. Aha, okey, tamamilə doğrudur. Ctrl A onun klaviatura düyməsidir. Üzərinə gələndə də görmək mümkündür. Bir də formatik dedim. Bu nədir? Format. Eyni formatda. Bəli, tam doğrudur. Super. Add-insi heç nə deməyəcəm, çünki lazımsız bir şeydir. Məsələn, əgər siz burada lazımsız çox deməyim, amma çox istifadə olunan bir şey deyil də. Məsələn, tutaq ki, smayliklərdən istifadə eləmək istəyirsiniz. Mətndə olmur. Hə, ola bilər. Smayliklərdən istifadə eləmək istəyirsiniz. Gəlirsiniz, smaylik proqramını burada yüklüyorsunuz. Smaylik məsələn. Smaylik. Simiyle mi? Simiyle yazılır. Simiyle. Düzgün yazdım. Smile yani. Yani smile. Hə, ChatGPT-dən istifadə edə Smile bilərsiniz. şey yok resmen. Smile. Hə, smile səhv eləmirəmsə. Niyə gəlmir? Neysə da, yəni məsələn, ChatGPT-dən istifadə eləmək istəyirsinizsə, onu buton kimi yerləşdirir. Smilelikdən istifadə eləmək istəyirsinizsə, onu da buton kimi istifadə edə bilərsiniz. Burada sadəcə əd edirsiniz, yükləyəcək, düşəcək browse. Şö. Sonra keçdik insert. Insert əlavə et. Nə əlavə et? Baxın, birinci page qrupudur. Page nədir? Səhifə. Nə əlavə etmək istəyirəm? Səhifə əlavə etmək istəyirəmsə, hardan? Insertdən. Bəs yeni sənəd əlavə eləmək istəsəm? Bəli. Baxın, sənəd başqa, səhifə başqa. Sənəd bütöv bir anlayışdır. Səhifə isə sənədin içərisində olan bir obyektdir. Birinci bu sənəddə cover page. Cover page üz qabı bildiyimiz.
Məsələn, bu bütün dəftərlərimizin üz qabığı olsun, kitablarımızın, jurnalların, text kitabçalarının və sair. Bütün hamısının üz qabığı olur. Məsələn, bunu seçdiniz. Bunun artıq bir üz qabığı var. Və buradakı məlumatları dəyişə bilərik. Boğaz. Hə, slide amma onda onsuz da ki slide'ın burada deyil ki PowerPoint-də. Onsuz da onu düzəldirik. O heç. Okey, burada e, özünküləşdirə bilirsiniz. Üz qabı hansı yerdən seçdin? Bax, Overpage. PowerPage-dən. Ha. Dəyişdirərəm, yazaram buradan IT Brains. Bəyən- Buradan da nə istəsəm. Məsələn, MS Office. Orijinal halına qaytarmaq üçün mənim bilirsən. Remove the current cover page. Ha, okey. İndi məsələn, bir dənə sual verim sizə. Məsələn, mən burada IT Brains sözünü böyük hərflərlə yazmaq istəyirəm. Yanlışlıqla kiçiklə yazmışam. Bu necə düzəldir? Aha, onda tam doğrudur. Gəlirsiniz burada. Uppercase verişi. Və buradakıların rəngini də dəyişdirə bilərsiniz. Seçən kimi shape format gəlir. Rəngini dəyişdirmək üçün baxın bunlardan istifadə edə bilirik. Okey, düzəlişlər artıq sizə buraxıram. Siz necə istəsiniz eləyə bilərsiniz. Və coveri istəməsək, gəlirsiniz buradan remove current eləyirsiniz və həmin o cover silinmiş olacaq. Blank page. Başlıq hissədə dayansaz, ən başdakı sətirdə dayansaz, blank page vursaz, əvvələ vərəq əlavə edin. Buralarda bir yerdə dursaz, məsələn, burada, ən axırda ya da ki, ortalarda, onda sona əlavə edilir. Yeni boş vərəq əlavə etmək üçündür və bir də qalır Vərəqləri burada. silmək olur mu? Hə, və indi deyəcəm. Bax, məsələn, mən burada dayanmışam və blank page eləmişəm. Vərəq əlavə olunur. Ya gəlirsiniz, burada dayanıb space bar eləyirsiniz. Görürsüz silindi. Ya da ki, ən sonuncu sətirdə dayanıb delete eləyirsiniz. Görürsüz o da silindi. Başa düşdünüz? Page break nədir? Kəsmək, səhifəni kəsmək. Ki, məsələn, tutaq ki, mən... zorunda tərəf edə bilər. Əlbəttə, bayaqdan durur da. Bu niyə ümumiyyətcə bura qoyublar ki? Şöyle deyil daxil. Yəqin sənə belə. Tamam, yerə düşəcək. Görünür. Biraz deyilin. Yox. Görünür. Kimdə görməkdə problem var? Hə, deməli. Sorry. Hə. Nə deyirəm adından çıxdı? Page break. Page break deməli, məsələn, deyirəm ki, bir səhifədə tutaq ki, birinci, ikinci sual var, burada üçüncü, dördüncü sual var, düzdür? Mən deyirəm ki, təkcə bir səhifənin içində bir sual olsun. Yəni, artıq yazmışamsa, nə edə bilərəm? Silməli deyirəm ki, ona görə nə edərəm? Dayanaram burada, hardan ki, kəsmək istəyirəm, orada kursoru dayandıraram və vuraram page break. İndi baxın, bu oldu burada. Sonra keçdim. Yenə deyirəm ki, bu hissədən kəsib atmaq istəyirəm. Dayanaram, page break. Gördünüz? Dayanaram, Səhifə avtomatik page break. Bəli, Öz səhifəsi aşağı düşür. Bax, bu burada qaldı, bu da burada. Hardan dayanmışdımsa, onu kəsib atır aşağı. Yəni başqa bir səhifədə bir dənə sual yaradır da. Necə sual? Tək-tək orada. Yəni bir səhifədə iki sual yox, bir sual. Hə də elə bir kəsib atdın axı ona Yeni görə. səhifədə. Hə. Başa düşdük? Page break səhifəni bölmək üçündür, kəsmək üçündür. Table. Table bildiyimiz stol deyil. Stol unuduruq. Cədvəl. Şey deyiyoruz şu yerde de böyle. Nə? Şey diyoruz. İki zürütte. Hə. Cədvəl yaratmaq istəsək, məsələn, biz Üstlərinə çox xəttlərlə. istifadə Mən evdə yoxladım. Üstlərinə belə düşəndə aşağı avtomatik başqa cədvəl qurmaq özü. Hə, düzdür. Kvadratların üstü. Düzdür. Seçikdə düzəltmək olur, amma belə daha rahat. Hə, düz. Baxın, standart özündə var ki, deyib ki, Biz Excel'in 7 cədvəlində sütunu, düz. 7 sütun, 6 sətir yarada bilərsən maksimum standartında. Hətta balaca da yarada bilərik. Baxın, məsələn, belə yaratdım. Ya da məsələn, mənim cədvəlim daha böyükdür. Tutaq ki, 12 sətrim, 12 sütunum olmalıdır. Onda gəlirsiniz insert-ə, table və insert table. Bu hissədə number of columns və rows hissəsi var.
Kolum sütun yazırsınız 12. Row sətir. Burada da yazırsınız məsələn yenə 12. Kursorum harda dayanıbsa cədvəlimi orada əlavə edir. İndi bir şey deyim. Baxın, view'dan sonra lent tabı var. View'dan sonra lent tabı yoxdur da görürsünüz yəqin ki. Videodan sonra Amma bəli. yoxdur cədvəl Yoxdur. əlavə etmədikdə. Cədvəli seçsəm, gördünüz, əlavə lent tabı açıldı. Table design, table layout. Yəni table'ın dizaynı dəyişmək üçün əlavə olunur, burada isə struktur dəyişdirmək üçün. Normalda baxın cədvəli seçmədim. Görürsüz yoxdur. Amma gəlib cədvəli seçəndə həmin əlavə lent tabları açılır. Gəlin əlavə lent tablarından danışaq. Birinci dizayndır. Dizaynda style options var burada. Məsələn, header row, first column, total row, last column və s. var. İndi baxaq. Məsələn, burada bir dizayn verəcəm. Olsun bu. Necədir bu cədvəl? Birinci sətir və birinci sütun fərqlidir. Deyirəm ki, fərqlənməsin. Hamısı eyni rəngdə olsun. Baxaq. Header row birinci sətri fərqləndirmədi. Çünki aktiv deyil. Aktiv etsəm fərqləndirəcək. Siz rəngləri hardan görürsünüz? Dizaynla və buradan. Mən də dizayndayım. Mən normal rənglər arasında. Adi dizayn yok. Bilirəm, table dizaynı. Səndə niyə aktiv deyil? Bir dəqiqə baxın. Şu arayış olan yere. Sən niyə qələm aktiv eləmirsən? Printdən olur, ömrünçlər. Hazır. Ne buradan? Okey. Buradan. Yo, oradan Yandırır. değil. Harda? Yo, oradan değil. Evet. Göster. Burada var da bak. Bildim. Mən aktivasiyanı deyirəm, rəngli, rəngsiz olması üçün. Yox, Sən biz buradan yox, söndürəndə hayır. ümumiyyətlə rəngsiz çıxarsan. Yo, elə deyil. Prosta sən orada qarışdırmışdın olsa. Ona görə şəffaf olmuşdu. Normalda rəngli olur. Ha, standart Ehtiyac atılan. yoxdur, bəli. Okay. Hə. Davam edək. Deməli, birincini fərqləndir. First column, birinci sütunu fərqləndir. Əgər aktivdirsə fərqləndirəcək, deyilsə fərqləndirməyəcək. Total row, sonuncu sətir fərqləndir. Gördünüz, fərqləndirdi. Ya da ki, deaktiv etsəm fərqləndirməyəcək. Last column, sonuncu sütunu fərqləndir. Sonra məsələn, bir sətirdən bir fərqləndir. Gördünüz, tam rəngdir, bir rəngdir. Amma bayaq necə idi? Rəngbərəng. Hətta sütunları da bir-birinə fərqləndirə bilirəm. Sırf dizayn. Seç Çox belirli xırdalıqlardır. yoxsa nə zaman? Nəyi seçib? Cədvəli Sətirləri. seçib eləməlisən. Sətrə ehtiyac yoxdur. Ha, bir dənə cədvəli içərisindən seçirik. Bunlar rəngləridir, formalarıdır. Buradan seçə bilərsiniz. Rəng tonlarını isə buradan. Hansı rəng istəsəz, onu da rəngləyə bilərsiniz. Hal-hazırda mən bir xanada dayandığım üçün birinin rəngini dəyişdirirəm. Amma bütöv cədvəl rəngini dəyişmək istəsəm, baxın burada belə bir işarə var. Seçirsiniz, gəlirsiniz bura. Deyirsiniz ki, məsələn, mənim cədvəlimin rəngi olsun Hangi işarə? yaşıl, olsun bu rəng. Hansı mənim? Bütün rənglərdə cədvəlin bütün rəngi yaşıl olsun. Onun ümumi. Ha, onu gəlirsən, bax bunu İşareti var. seçirsən. Senden var. Bunu seçdim. Şimdi artıq mənim için. Ev yox. Şu, bu belə. Sonra burada qələmdən istifadə edə bilərsiniz, xətləri qalınlaşdıra bilərsiniz ya da qırıq-qırıq xət eləyə bilərsiniz. Baxın, görürsünüz, qələmlə qırıq-qırıq xət elədim və s. Hələ ki, bunlara ehtiyac yoxdur. Hani bu lazım olan insanlar. Hə, niyə olmur ki? Əlbəttə lazım olur. Sometini. Baxır hansı sahədə də. Mən ümumi keçirəm. Mən demirəm ki, məsələn, sən HR olacaqsan, sənə bu lazımdır. Məsələn, sən deyirəm ki, freelance işləyəcəksən, sənə ayrı-ayrı keçmirəm ki, ümumi keçirəm. Siz nəyi istifadə edəcəksiniz, eləyəcəksiniz. Məsələn, mən qırıq-qırıq xətlərdən pastayanlı istifadə edirəm. Başa düşdün? Table layout. Burada bizə lazım olanlar. Məsələn, draft table, qələmlə çəkmək. Tutaq ki, bu cədvəldə bu xananı bölmək lazımdır. İki hissəyə bölürsünüz və oradan yazırsınız. Bu niyə qırıq-qırıq xətt oldu? Çünki mən burada qırıq-qırıq xətti seçmişdim. Gəldim,
Normal xəttə çevirirəm. Buradan indi çevirək. Oldu, şu. Bu adətən bu yarım rüblüklərdə zaxda olur da. Bunda istifadə olunur. Silmək istəsəz, baxın pozandan istifadə edə bilərsiniz. Sil də, sil. Mən seçirəm. Crab table'la elədiniz onu görürsünüz. Nəyi? Neyden elədiniz? Drop table çəkdik qələmlə. Ha, Bax, üstündə var da qələm işarəsi. Bu da pozan işarəsidir. Mən seçirəm. Pozandan istifadə edib də silə bilirik. Mən seçirəm niyə qalmır? Nəyi? Mən seçirəm. Qalmır. Çəki düzgün çək. Bu arada dərs keçdiyi müddətdə praktika etməsiz daha yaxşıdır. Çünki başınız qarışır. Görürsən fikrim buradadır, pozanı uca bilmirəm. Pozan buradadır. Niyə əlavə etmir? Gəl baxın. Səndə rənglər yoxdur. Qalmır. Ağdan yəni. Ama qırıq xətti seçməliyəm. Çünki doğru. Doğru. İndi qırıq xətti. Gəlirsən buradan, çevirirsən tək bir dənə xəttə. İndi bax. Çox Hər iki tərəfinə yazmaq olur. storylərimiz rənglənəcək görünür. Hı? Storylərimiz Yok değil o ben. açat verirsən. hamur. Yok. Çox versən. Sen bir de karda çile açayım tutarım. Təfə olan şeydən ha. Nə olur? Abartma. Qurban olaram. Yaxşı, davam edək. Çox. Mən tutaq. Qızardım. Hə, ola. Qızardım. Hələ qaynatan pullu oldu. Ata de. Yaxşı, sonra pozanı bildiniz, qələmi bildiniz. Əgər əlavə nəsə çəkmək istəsəz cədvələ, onda qələmdən istifadə edirsiniz. Yox. Burada məsələn xəttləri silmək istəyirsiniz, onda pozandan məsələn belə istifadə edə bilirsiniz. Bir şey. Nə istəsəz silirsiniz də. Biz məsələn bu xətti çəkdikdə okey, balaca bir şey yazdım. Mən indi bunun üstünə də yazmaq istəyirəm. Niyə şey yox, xətti üstə. Xəttin üstündə ikili cədvəllər olur, balaca tıklar. Sən mənim bax fikrimi qarışdırırsan. Fikrimdə yayındırır ya. Rekordlarda ben eziyet çekiyorum. Ya, Eləyərik də olar, nə? rekordlarda Düz yer. Adam Hə, imkan təkcə də özdə bunun səsidir. Minnətiniz var. Pisliklər. Hə, sonra da qarğış eləyərdin də. Heç nə də eləşdirdim onu. Yalnız o sual verdi. Hə. Səsi düşməsin əsas. Baxın, pozanla xətti sildim. Amma delete-lə, baxın göstərir. Delete ses, yəni xananı, kolumsu, yəni sütunu, sətri və cədvəli silə bilirsiniz. Məsələn, dayandım burada. Deyirəm ki, bu sütunu silmək istəyirəm. Nə etməliyəm? Delete columns. Həmin sütunu sildim. Deyirəm ki, məsələn, bu bir neçə sətri silmək istəyirəm. Seçdim, delete və delete rows. Həmin sətirləri sildi. Bəs bütöv cədvəli necə silə bilərəm? Həmin bu seçmək var ya, bütün cədvəli. Seçdiniz onu, ya delete vurursunuz, daha doğrusu delete eləyəndə içərisindəki məlumatları silir, əgər içərisində məlumat varsa. Ya backspace vurursunuz, backspace tamamilə siləcək, ya da gəlirsiniz table layout-da, delete və delete table. Bütövlükdə cədvəlinizi siləcək. Nasıl? Sonra keçdik, baxın burada insertlər var. 4 dənə insert var. İşarəsi hansı tərəfə baxırsa, gəlin baxaq, yaxınlaşdıraq. Nəyinə yaxınlaşdırdım? Oy, sorry. Shift-lə? Yok. Kondu. Bir şey diyorum. Kaçma. Yok. Hadi olmaz. Ne yazsın? Win. Hadi. Touchpad-lə sadəcə işçi sahəsini yaxınlaşdıra bilirsən, tabları yaxınlaşdıra bilmirsən. Tabı yaxınlaşdırmaq üçün Win plus, Win minus-da uzaqlaşdırmaq üçün. Okey, baxın, istiqamət deyir ki, harda dayanmısansa, onun üstündə yarat. Bir dənə vurdum, onun üstünə yeni bir sətr əlavə etdim. Bu nədir? Aşağıdan sətr əlavə. Harda dayanmışsınızsa, onun aşağısını sətr əlavə eləyəcək. Bu niyə oynayır? Məsələn, burada dayanmışam. Deyirəm ki, soldan sütun əlavə elə. Onda bunu sağdan sütun əlavə eləmək istəsin. Bu düyməni. Zaten üstündəki oxlardan bilirsiniz. Burada artıq ingilis dili, vesaire heç də bilməyinizə ehtiyac yoxdur. Sonra keçdik. Bu arada ekran şəklini çəkmək üçün
Tutaq ki, bu ekranın SS eləmək istəyirsiniz. Win print screen düyməsi var. Ondan SS eləyə bilərsiniz deyə burada doğulanta düşür ya da screen-də. Win kamera. Win print screen düyməsi var. Transform. Tapdınız. Kamera oxumadı. Все. Ekran şəklini çəkə bilir. Yox, bu çisildir. Başımdan tapamıyorum. Tapmadın? Ver baxım. Print screen. Bu değil mi? Bu print. Hə, odur. Switch ya. Ekran. Aha. Gözlə. Ekran kaydı alalım. Burada da switch. İngilizcesi. Görmedim. Gördün? Bunlar. Bu da gedir düşür, bağlantı screen adlı qovluğa. Bunlar yazın. Hə, Win'i basılı saxlayırsan print. Hə. Geri qaytaraq bunu da bağlayaq. Tamam. Okey, sonra deməli burada 3 dənə buna nə deyir? Merge deyilir, hə? Orada. Merge. Baxın bu. Ne aynı. Marriage cell. Merge. 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 Marriage. Yok, marriage değil. Önen ev yerde değil. Merge. Nəysə. Mart. Həmişə necə demişəm? Doğru dildə necə demişəm, belə də davam edəcəm. Merge. Karmaşlar. Hə, все. Deməli keçdik. Baxın, bəzən Excel-də görəcəksiniz. Sizə göstərim də. En heyecanlı bölüm güzel. Okey. Baxaq burada. Wow. Bu elementar diye bu siz için görməmişsiniz hələ. İlk başda olanlardır. Hocam biz insan ve biz riyad humene çok mürekkep olacak bizim. Çox mürəkkəb deyil, standartdadır da. Yani bizden esas bir çok yerde tələb olunacak maksimum ne olabilir? Hə də. Baxın, məsələn, başlıqlar olur. Deyir ki, hesablanıb. Bunun alt başlıqları var. Tutulmuşlar, alt başlıqları var. Bunlar elə bir birləşdirilib xanalar. Fikir verirsiniz. Baxın, normalda burada 4 dənə xana olmalı idi. Burada. Bu birləşdirilib. O ne yiyorsunuz? İndi onu deyirəm də, Word-də də izah edəcəm. Excel-də zaten keçəndə izah olunacaq o. Baxın, seçirsiniz, hansı ki birləşdirilməlidir. Gəlirsiniz, baxın. Все. Birləşdi xana. Fikir verin. Ağ rəng eləyək. Bunu gəlin. Yok, ha, okey. Ben de seçilmiş hazır var ya. Cədvəli də şeylərdir. Uzunluqlarını. Bu 4 tane xana birdən seçəndə böyümüş olur da. Nə? Bəs onların ətrafından kəsiklər necə qalır? Nə? Məsələn, Word-də var idi o. Bircə saniyə. Aa, mesela şeyler değil mi? Məsələn, siz Word-də göstərir, buradan 2 dənəsi seçilib, ətrafda sağlı sollu şeylər qalır da, bu düz xəttdə. O şeydədir, buradadır. Orijinal böyle. Yani tam O buradadır. Onun buna aidiyyatı yox. Yok olmadı. Böyük bir məsafə yaranır. Benim. Hə. Sonra split var. Kəsir. Bir-birindən ayrı. Məsələn, dayandınız burada. İndi CV hazırlayacaqsınız. Əvvəlki CV-lər, dövlətdə istifadə olunan CV-lər var. Hansı ki, ayrı-ayrı sütunlar falan yaradacaqsınız. Dayandınız. Split cells. Okey. Yox, split table'da. Baxın, dayandınız. Split table. Gördünüz? Cədvəli böldü. Dayandınız. Split table. Ayrı-ayrı cədvəllər var artıq. Və split cells nədir? Xananı bölür. Bir dənə xanadan 3 dənə məsələn xana yarada bilərsiniz. Gəldiniz, məsələn burada 2 yaz. Mən 3 seçirəm, enteri vururam. Gördünüz? Birinin içərisində artıq 3 dənə xana var. Başa düşdük? Deməli, bu birləşdirdi. Bunlar isə bir-birindən ayırdı. Necə? Split cells xananı bir-birindən ayırır. Yəni məsələn birini bir neçə yerə bölürsüz. Split table isə bütün cədvəli bir-birindən ayırır. Harda dayandısa, o hissədən bölür, ayrı-ayrı cədvəllər yaradır sizin üçün. Başa düşdük? Mən bu sol imtahanda var. Memar baba self. Bilməm, başımı qatırsan, qatıyorsun. Xahiş edirəm, Demirəm. bilərsin ki. Tüy almaq istəyirəm ki, varsa üstündə. Sonra Autofit-i klikləsəm belə olacaq. Niyə? İçərisində heç nə yoxdur, heç bir məlumat yoxdur. Hansı ki, məsələn, məlumat yazmış olsaydım buradan, onun, o sözün eninə görə, uzunluq deyək də,
uzunluğuna görə həmin cədvəlin enini sıxışdıracaqdır. Məsələn, gəlin göstərim. Baxın, məsələn, mən gəlin bunları ləğv edeyim. Gəldim, Nədən silməm? Mən bildim. seçdim. Okay, buradan yazıram, məsələn. Ya da belə yazıram. Məsələn, belə yazdım. İndi baxaq. Seçdim. Table, auto fit. Gördünüz? Və bu söz biraz uzun sözdür da. Görürsünüz, həmin o sözə görə uyğunlaşdırıb onun enini. Mesela bu balacadır, ona görə uyğunlaşdırıb. Burada heç nə yoxdur deyə maksimum dərəcədə kiçildir. İndi mən burada uzun bir söz yazsaydım, görürsünüz, bu böyüyəcək. Sonra məsələn, nə? Sözü göre olmaz. Bəli, düz. Sonra məsələn burada özünüz dəyişə bilərsiniz heyt və vizini, o hündürlüyünü və enini. Baxın, buradan dəyişdirə bilirsiniz. Məsələn, deyirəm ki, bunu dəyişdirmək istəyirəm. Ya da ki, belə də eləyə bilərik. Xətlə, baxın. Məsələn, belə də dəyişdirə bilərsiniz. Sonra burada nələr var? Çox xırdalıqlardır. Belə çox xırdalığa girmək istəmirəm. Amma deyim bunlar da. Məsələn, onsuz da Excel-də istifadə edəcəksiniz bunu. Xananın içərisində yazılmış söz hansı istiqamətdə yazılsın? Yuxarı ortada mı, yuxarı sağda mı, tən ortada mı, ortadan solda mı, sağda mı, aşağı sol və s. Baxın, hamısını buradan dəyişdirə bilirsiniz. İndi o sizin zövqünüzə ya da ki, tapşırılmış məlumata görədir. Məsələn, bir də burada A-dan Z-yə bilirsiniz onsuz. Bir də burada məsələn sizə deyə bilərəm convert to text-i. Gəlin əvvəlcə convert text to table-ı öyrənək, sonra onu keçək. Deməli, table-da dırabı bilirsiniz artıq çəkməkdir. Convert text to table əmri var. Hansı ki, bu əmr hal-hazırda aktiv əmr deyil. Bunu necə aktiv edə bilərik? Əvvəlcə bir məlumat yazılmalı. Məsələn, yazılıb ad, soyad, ünvan. Aşağıdan səhv yazdım. Ünvan, u yazdım. Eyb yoxdur. Aşağıdan isə bunlar doldurulub. Məsələn, Leyla, soyadın nədir Leyla? Nəsibova, ünvan Bakı. Məsələn, buradan yenə yazıram. Səkinə, soyadın Kasımı. Qasımova, Bakı. Məsələn, Cahandar, soyadın Məmmədli, Bakı. İndi bunları yazmışam mən. Amma bu cədvələ alınmalıdır. Cədvəldə deyil. Deməli, nə edirsiniz? Seçirsiniz bu mətninizi, table, artıq əmr aktivdir. Bayaq aktiv deyildi. Çünki heç nə seçilməmişdi, axı yazılmamışdı. Seçdiniz. Sizə burada avtomatik verir. Deyir ki, 3 dənə sütunum var, 4 dənə sətrim var. Hardan bildik? Baxın, ad, soyad, ünvan. 3 dənə sütun ayıracaq. Ad sütunu, soyad sütunu, ünvan sütunu. 4 dənə isə sətr ayıracaq. Hansı ki, başlıqları yazmaq üçün və digər adları yazmaq üçün. Burada sadəcə gördünüz, artıq sizin cədvəlinizi qurdu sizin üçün. Siz əvvəldən cədvəl qurub sonradan yazmırsınız. Aydındır mı? Olmuyor. Ne yazmışsınız? Bakın. Cədvələ geçmişəm. Şimdi Olma qarpız yapmış. Karın könlündə. Ya, o. O niye o sıranın sayını bir göstərir onunla? Sıranın səthi, gözüm gəlir. Anladım, ben de yazmadım. Ben buna yedim. Maybe. Çünkü niye? Bak, bunların arasında ulduz yoxdur. Hə. Bunların arasında boşluq. Onun gibi gəlir, isə, bu sizdə boşluq buraxmalısın ki, hə,
Farkındasın ayrı boşlukta. Nasıl seçtiğim için Sen de bunu sileceksin. Ya da şöyle diyeyim. Çünkü adım boşluk. Soyadı boşluk. Ünvan. Göz tam boşluğa göre. okuyan onlarla bakıyorum. Sen de ünlüler. Çünkü aha. İki tane burada da çıkıyor. Ama içerisinde üç tane daha ama yazmışsam. Aynen. Ve ünlü mesela. Yükselişler, birleştirme, yani seçtiğim kontrol ailesinin çok boşluklar seçecek. Ense, dolu, süpürge, boşluğu, diğeri buradan ben boşluk versin, sebep. Aha. Çünkü ad boşluk, soyad, boşluk, ünvan. Halbuki boşluklar olur, üstüne ayıracağım. O yani Evet, aslında. mesela benim bir makinede var. Genel. Kendileri çok Telefona meşgul. Bəs mən bunu necə geri qaytarım ki? Düzdür deyəcəksiniz Ctrl Z. Amma bəlkə ondan sonra bir milyon dənə yazı yazdım. Bu cədvəlin özünü mətnə çevirmək üçün seçirsiniz Table Layout. Burada fikir verin. Convert to text. Tekstə çevir. Seçdiniz və bayaq orada boşluq qoymuşdunuz. İndi yenə burada boşluğu qoyub bir dəqiqə. var. Gelsin firmaya. Burada boşluq qoymur. Böyle de öyle. Nə? Boşluğu böyle Nə? 10 seçilerde boşluğun yağmur. O onu əslində seçməliyik. Sadəcə donubdur, nə varıbdır, başım çıxmır. boşluk koyulmaz ama Zaten boşluqdur. Belə olanda çox kabla verir boşluğu. Gözləyin deyəcəm. Deyirsən bunu seçəm. Sanki kim aktiv olmalıdır? Nəsə donub özündən gedibsə. Yoxlayım bir dənə. Mehmet Bismillahirrahmanirrahim. Ben ad soyadı yazmışım ya. Mehmet to text table. Kim seçməlisən? Tamam, tamam. Burada. Açıldı değil mi? Burada gəlsən bir dənə boşluq verirsən. Kenara verelim. Yox. Ha. Onu silmek lazım. Əlbəttə silmək lazım. Burada tire görürsən. Yox. Okey bunu. Aha. Şu. Tamam. Geri qaytar indi. Layout'a gireyim. Aha. Vay. Buradan convert to text var. Aha. Allah hakkı. Gəlirsən burada bunu Ama- seçib boşluq verirsən. Adır. Boşluq. Sesi. Okey. Şu. Başa düşdü amma. Kapış. Deyə bildik. Əla. Süpersiz. Bir də qalır table-da nə? Excel sheet yəni vərəqi. Hə, burada da Excel-in içərisində müəyyən nə istəsəz cədvəlinizi doldurursunuz. Məsələn yazaq ad, Onlar bilmiyorum. soyad. Orada Excel Table-da var. Excel yazdım. Ünvan, Önceden aşağı de görmek düşürəm. lazım. Məsələn Güllü Rəhimova Hovuz. Məsələn. Bir də kənarda boşluqda vuran kimi cədvəlinizi Word-ə əlavə edəcək. Sonra məncə çox istifadə olunacaq bu sizdə. İndi buna aid də praktika eləyərik. Çünki elə bir şeylər olur ki, bəzən bilmirəm görmüsünüzmü bu məktəb müəllimlərində şeylər var, cədvəllər var. Sana O cədvəllər bundan hazırlanır. Birinci Excel-i başa düşmədinizsə izah edeyim. Bax table-a gəlirsən, Exit vurursan, Excel-ə aid cədvəl əlavə eləyir. Yazdığın məlumatın, məsələn, kənarda bir boş yerdə dayanıb sol düyməni deyirsən. Aha. Gördün? Həmin cədvəli oraya yerləşdir. Zaten ben de harfla diyen Excel. Bax, dayandın. Kağıda cədvəli əlavə edəcəksən. Table, Hemen yükselt. Excel. Yazdım bütün məlumatlarını.
Kənarda bir boş yerdə, yəni işçi sahədə vurursan, deyirsən ki, yəni işçi sahəyə yerləşdir. Всё. Bəs bunu buradan silməyim önümə. Yenə eyni. Yine eyni qaydada seçdim. Bütün her şeyi. Sən şeylə sildim. Yazdım. Sev elərindən. Yazsın. Edeceğiz. Ha, komple sildim. Hə. Okey, bu da belə. Bir dənə qaldı table-da. Quick tables. Bu nədir? Bazar cədvəl. Hə. Hə. Baxın, məsələn, bəzən olur ki, elə bir cədvəllərimiz olur ki, onu istəyirik şablon kimi saxlayaq. Nə vaxtsa bizə lazım olarsa, onu buradan əlavə edək mətnimizə. Baxın, o zaman istifadə olunur. Normalda ya cədvəl qurmalısınız hər dəfə təkrar. Ya da ki, bir yaddaşı yazmalısınız ki, sonradan istifadə edə biləsiniz. İndi gəlin biz bu cədvəlimizi yaddaşa yazaq. Sonradan istifadə etmək üçün. Baxın, məsələn, görüm mənim bu cədvəlim varmı? Hə. Bu cədvəlimi yaddaşa atmaq istəyirəm, sonra istifadə edəcəm. Table, diqqətlə baxın. Quick tables. Gəlirəm, burada save selection var. Seçilmişlərin. Bəli. Ad, soyad, nə bilim nə, hər şeyi dəyişdirə bilərsiniz. Buradan mən belə də qalmağını istəyirəm, oku vururum. İndi gəlin baxaq. İndi deyirəm ki, mən burada indi o cədvəli istifadə edəcəm. Table, quick table. Baxın, artıq gəlib düşüb bura. Üzərinə klikləyin kimi o cədvəli mətnimə əlavə edəcək. Şablon da artıq o başa düşdünüz. Okey, bu da oldu. Table. Sonra keçdi Illustratora, deyəmirəm, Illustrator. Düzün deyilmi? Illustration. Əslində düz deyilmişəm. Sonra mənə dedilər ki, onu denən Illustrator. Sən onları. Illustration. Bilirəm, özüm. Neyse. Illustration'da Yaxşı mənalı. nə? Şəxsən sana qib deyilirəm. Sana. Illustrator bizdə Tovuz ləhcəsində elədik. Sana. Sağ ol. Çox işləmişəm. Nə tər işləmişsən? Biz restoran sektorunda daha çox işləmişəm. Bozlu bilgilərinə çalışmışam. Yox, bizdə elə deyil. Bilmirəm, bəlkə də elədir, amma bizdə Başqaları ailə. elədi. Oo. Amma belə çox səmimi Ha, insanlar. Səmimi olmaqla var. gözəl insanlar. Olmaz söz yox. Ay ucuna zatlar Qonaq baxır, söz pərvərdirlər. deyirsən. Çömçə başında oynayır. Yaxşı, davam edək. Deməli, şəkil, fiqur, diaqram, 3D model, ekran şəkli və s. əlavə etmək istəyirsinizsə, Illustration'dan istifadə edəcəksiniz. Məsələn, picture, kompüterdən və yaxud da onlayn formada. Əgər ümumiyyətlə onlayn qaydada şəkil yükləməyi bilirsiniz, bilməyən var, düz. Bilməyən bilirsən? Yaxşı. Əgər kompüterdən əlavə etmək istəyirsinizsə, gəlirsiniz, this seçib, yenə mən Eləmi? bəli. Kursorum cədvəlin içində idi deyə oraya əlavə etdi. İndi mən bu kənarda dayanıram. Insert, picture, seçdim. Yenə mən dovşanımı belə yerləşdirim. Şu. Unutulmuyor. Hə, amma kişi səs çıxardı. Aha. O nə qədər? Özünün bir bandası var. Krokodil, zat, ilan. İlanın yoxlamasından keçməyən qrup ol. Hə. İlan da bir dənə dik var. Başına daşlar düşürür. Din hamısı kanalizasiyaya düşür, Mən uşaq ilk dəfə- götürməsin. Bunu uşaq götürür. Bir də bu sözün Azərbaycan versiyası var ya. O da çox maraqlı. Şey də var ya, elə O bir dənə. balıqlar var, değil mi? O yeşilodaq bir balıq var ya, akulalar. Yox, akulalarla söhbət üzəri düşürük. Bir gün eləyək. Ləhcələrlə olanı var. O Bir gün eləyək bir gün. Var. Nemo. Ay, Şey- Nemo deyirsən, baxmamışsan ona. Old but gold, sən bilmirsən. Akla değil dişler böyle. Hə. Parmağı. Ha. Biri şeydir, vegetariandır, bilmirəm, akula yemir də. Her gün düşündüm abi. Yemir. Atası da bundan nifrət edir. Sən nə tər kişisən. Akulalar naxçıvanlılardır. Nüvetkalar şəkillər, düşün. Sözler gelsin öyle. Nə qədər gülüm. Bir boşsuz. Aha.
Mən sabah Tam işdəyim. İkinci gün. neçədə çıxacaqsan? İkinci gün bu. Mən getdi saat 3-də gedəcəm. Gecə saat 2-də. 2-dən sonra. İkinci gün boşsuz. İkinci gün bu Aha, xadmayım. Neçədə boşsuz? Her gün. Mən ikinci gün bu xadmayım. Yəni. Birdən sonra boşsan. Sən neçədə boşsan? Dersim var. İkinci sağ olun. Hə. Ders yapacağım. Nə vaxtdır salaq film günümüzü? Burada qəşəng bir dənə otağı ayırıram. Söz vermiş oluram. Deyənəm bunu bir dənə yığırsın. Benim Bizdən başqa bizim qrupa aid olmayan kimsə baxır gedir. Bunlar dərsdən baxır. Deməli, bunu əlavə etdiniz. Əlavə eləyindən sonra bilirsiniz də, nə hansı ki obyekti yaradanda əlavə lent tabı açılır. Məsələn, bunun əlavə lent tabı yoxdur. İndi şəkli seçsəm, əlavə lent tabı gəldi. Picture format. Gördünüz? Baxın, şəkli seçmirəm, kənarda vurdum. Yoxdur. Şəkli seçdim, əlavə olundu. Bu nə üçündür? Formatını dəyişdirmək üçün. Məsələn, siz buna 3D effekti, nə bilim, belə eləyə bilərsiniz. Hətta bunu kəsə də bilərsiniz. Gəlin bunu. Yani doğuşan görürsün. Necə yəni arxa fon? Ya arasındaki ağ şekli götürür ancak doğuşan görürsün. Hə, indi onu eləyək də. Məsələn, bu şəkli kəsək gəlin. Elədik belə. Səhv kəsdim. O yumruğu koyuyor. Oradan sen sen bir şekil koymuş. Ben gibi görmüyorum hiç. Baxın. Nasıl bir kere atmıştım işte. Hə. Belə. Sən bunu da kəsdim qaldı burada. Bunun ölçüsünü, bir də yerini bax məsələn, 2 əlavə eləyəndə yerini dəyişdirmək mümkün deyil. Ki bunun yerini necə dəyişdirə bilirsiniz? Formata keçirsiniz və formatda position var. Deyirsiniz ki, harda istəyirsiniz, orada yerləşdirə bilərsiniz. Amma bundan sonra artıq hara istəyirsiniz yerləşdirə bilirsiniz. Şu, bu şəkildə. Şəkər deyə. Adam yemək istəyir. Buradan məsələn dəyişdirək gəlin. Asıl. Belə bir şey. Hətta tapdı olur da. Yazıq deyil, ona söz deyəsən. Şöyle nə qədər 5 dənə dolmuş boşanmaz. Nə olar eləmirəm? Dovşan eləyəm mən. Bunda yeməlidir. Evet. Sonra keçdik buradan. Burada məsələn color rəngini dəyişdirə bilərsiniz. Belə eləyə bilərik. Yaşıl dovşan oldu. Ağ qəşəng. Saniyə. Yəni və s. Burada özünüz çox xırdalıqlardır. Özünüz baxsınız başa düşəcəksiniz artıq. Sonra şəkili silmək üçün seçdiniz backspace. Silmək istəmirəm, ürəyim ağrıyır. Sonra var burada fiqurlar. Fiqur əlavə etmək istəsək, məsələn, gəlin bura fiqur əlavə eləyək. İndi mən prosta elə belə əlavə edirəm, amma lazımlıdır əlbəttə ki, məsələn, burada bir dənə bulut çəkəcəm. İndi gəlin bu günəşin rəngini dəyişək. Hardan dəyişəcəm? Shape formatdan. Rəngi, baxın, bu hissədən dəyişdirə bilirik. Sarı rəngdə elədim. Məsələn, buludun rəngini dəyişmək istəsəm, buludu seçib, sonra rəngini dəyişdirə bilərəm. Məsələn, olsun bu rəngdə. İndi baxaq. İndi hal-hazırda bulud günəşin üstündə. Bunun yerini dəyişdirə bilirsiniz, arxaya çevirə bilirsiniz. Prosta bunda misal çəkirəm, ha. Başqa bir şey də ola bilər. Tutaq ki, bir fiqurdur. Fiqurun istəyirsiniz üzərində görünsün mətin. Onda da bunlardan istifadə edəcəksiniz. Ya da ki, istəyirsiniz arxa hissəsində görünsün. Yəni, bunları dəyişdirmək mümkündür. Məsələn, seçdim, gördünüz. Bayaq üzərində idisə, bu dəfə arxasındadır. Sonra, məsələn, bundan da istifadə edə bilirsiniz. Bu üzərinə keçirir və s. Bir də belə bir şey var ki, məsələn, normalda mən bunları daşımaq istəyəndə tək-tək daşıyıram. Amma mən deyirəm ki, artıq mən bunları bir yerdə daşımalıyam. Onda nə edirsiniz? Ya gəlib bir dənə belə seçmə edə bilərsiniz, əgər yanaşıdırsa, ikisini eyni anda seçməyiniz üçün. Ya da ki, bunu seçdiniz, control. Bilirsiniz də control nə deməkdir? Ayrı-ayrı, belə deyək də, ardıcıl olmayan şeyləri seçmək üçün idi. Yadınızdadır qovluğun içərisində seçirdik fayllar. Bunu da seçdiniz. 2 dənə kənarlarından da bilinir ki, bunu seçilibdir də bu. 2 dənə fiquru seçdim və gəlirəm. Bax, bunu seçdim. Kontrol sıxıb saxladım və digərini seçdim. Hər ikisini də eyni anda seçmiş oldum. Gəlirəm, shape formatda və qruplaşdırdım. Artıq bunlar qruplaşdırılıb və bir fiqur olub. Və mən bunu artıq ikisini bir yerdə daşıya bilirəm.
Başa düşdünüz? Amma az öncə ayrı-ayrı fiqur olduğu üçün ayrı-ayrı yerləşdirirdim. Bu belə. İndi hətta bunları da eyni vaxtda böyüdə bilirəm və s. Cədvəli silək buradan. Sonra burada ikonlar, balaca ikonlar. Məsələn, mən buna ən çox ikonları PowerPoint-da istifadə edirəm. Çünki bəzən olur ki, mən öz simgələrimi yerləşdirirəm ki, mənim olduğu bilinsin. Elə bil, necə deyim, öz simvolumu yaradıram da. Onda nə edə bilərsiniz? İkon, hansı ikonu desəz, buradan tapa bilərik. İndi bir dəqiqə açılsın. Bax, burada çoxlu ikonlar var. Hansını istəsəz. Məsələn, biri dizaynerliyi oxuyur, gedir buradan bunlardan istifadə edir. Bütün dizaynlarında balaca yerləşdirir. Düzdür, şəkillərdə eləyə bilərsiniz. Bəli, loqo, bəli, düzdür. Şəkillərdə eləyə bilərsiniz. Amma belə xırda ikonlar da var. Məsələn, burada başqa çox ikon formaları var. Məsələn, burada nə yazır? Yukarıda çıkan bık var idi, onu da şeydi. Hanı bu? Abi. Tanış gəlir bu bığ mənə. Okey, bığı əlavə elədik. Buradan ölçüsünü dəyişdirə bilirsiniz. Buradan rəngini, gəlin bığın rəngini dəyişdirək. Bığ qara olur da. Qırmızı. Qırmızı bığ olsun. Yaxşı, gəlin buna. Hə, onu eləyəcəkdim. Buradan Konik hissəsində zəngin olur ya. böyüdərik. İkonu hazırlamaq benim. Diğer o. Olay yok ya, yok. Draw'daydı mənim ikonlar. Allah. Nə? Yazı var edeceksin şimdi. Yəni, vaxtdəz. Hə, işte bığı prosto burnunun üstündə. Koyarım. Bığı niyə burnunun üstündə də onu anlamadım. Dəyişəcəm gözlə. Bizim günümüzdə. İşte bu da oldu onun bığı. Biraz da böyüdək. Ay Allah. Tanış gəldi mənə. O rəngi alırım. Nəyə rəng aldın? Nə var? Ağardım səfdə. Ona görə deyirəm. Desəz tanışır ya. Çıxan mı deyirəm? Çox şirin. Nə olar bir dənə şəkilli çəkimdə bunun. Oy. Biraz yaxınlaşın dedim. Dərs keçəndə bir. Sən o sən deyilsən. Okey. Ömür, biz onu draw'dan seçdik, yoxsa? Yox. İkonun adı var Ha, zaten. insertdə Bəli. Versiya köhnə deyərik. Yox. Ofisin neçədir? Versiyası. Gir fayla. Hə, ona görə yoxdur. Bax, keçən dəfə ona görə sizə deyirdim ki, 2019 və yaxud da 2021-i yükləyin. 2016 olanda ikondur, 3D modeldir, bunlar yox. 28-də cəb yükləyə bilərsən, mən dünən Belə vacib deyil. Əgər ikon, 3D model istifadə etməyəcəksənsə, vacib deyil. Onsuz da ki, qalanları var. Amma istifadə etmək istəyirsənsə, dəyişməlisən. Sonra 3D model. Məsələn, gəlin 3D model əlavə eləyək buradan. Açılsın. Okey, buradan baxın 3D modellər əlavə eləyə bilərik. Məsələn, gəlin burada bunu seçək. Nə? Məktəbdən şişir. Sonra da var. Rovşan bilmirəm. Arkadaş bu. orada akbaba da var, onun Anatomiya. burnuna baxıram. Burada keçəyi nə var? Anatomiya ben. Hə, Süper. Arı, Öyle yazılır. gelincik de var orada. Allah kan vakti olmasın. Ulan. bu şirindir. Şeyde o, koala. Koala. Çünkü Ay sən tülkü, baxın. Hətta buna əlavə eləyəndə bunun hərəkəti də mümkündür. Baxın. ben Güçlü olduğuna. yürek. Hə. Burada da 3D modelin öz əlavə lent tabı gəlir. Burada da onu dəyişdirə bilirsiniz. Burger. Hərəkəti də mümkündür. Beni Yeni bir yoxlayır. hangi şarkı? Bu belə. Sonra Ben yürek de yürek. niyə? Burada Hə, Burada dinozor var. orada mı? Hiç çevire dizlerini. Ha ortasına. Ortada bax işarə var, görsən? Onu Allah İşe.
Sonra 3D modeli dedik. Bir dənə söz demək istəyirəm, bir dənə video çəkim. Mən buranı çəkib, sonra əl sallaya bilərsiniz. İkonikçe. Amma bunları yığışdıraq da. Sekizlerimden. Cehizlərinizi bir dənə yığın. Apı önüne görüyorum. Önemli şey. Nə? Heç nə nədir? Ama orada onu YouTube, Instagram'da veya takipte paylaşsa da onun kimse benzedeceği var. Neler Bugün nə keçirik? İkonikçesine böyle kesin. Gene daha okuyor. Öyle bir yolla tarafında dostluk çağırır. Burada ya. Teşekkür ederim. Güzelmişdi. Gene sen bir rekorda danışım sevinç diye. Mama resim tam sevin. Yaxşı rekord gedirdi. Bundan sonra rekorda mamanın yanında baxmayasın. Yok. Ders okuyor. Mən bu uşağı dərsə yolluram. Bu uşaq hara gedir? Sonra keçdik Smart Art. Smart Art nədir? Bəzən məsələn nəyisə növlərini yazmaq istəyirsiniz. Deyirsiniz ki, məsələn, it vaxtını rekord gedir. Bir şey onu yapacağız. Smart art. Hə, baxın məsələn deyirsiniz ki, tutaq ki, informatikanın əsas tərkib hissələri. Prosta atdım. Məsələn, o tərkib hissələri nəyinsə deyirsiniz ki, içərisində yazsın, fiqurların içərisində. Nə edirsiniz? Gəlirsiniz Smart Art seçirsiniz və aha. Şablondur da, məsələn, seçdiniz, oku kliklədiniz. Vso, yaratdı. Bütün növləri burada qeyd edə bilirsiniz. Məsələn, yaratdınız, yazdınız. Burada da yaza bilirsiniz. Gördünüz ki, məsələn, növləri sizdə çoxdur. 3 dənə deyil. Bu niyə buraya yerləşib? Bir dəqiqə. Layout. Portrait. Aha. 3 dənə deyil. Onda nə edirsiniz? Daha çox növ yazmaq üçün. Baxın, burada belə bir işarə var. Kliklədiniz. Gəlir ən sonunda dayanıb enteri vurursunuz. Ya da burada da dayanıb enteri vura bilərdik. Dayanıb dəqiqə enteri vurursunuz. Görürsünüz, əlavə fiqur əlavə edir ki, siz növləri artıra bilərsiniz. Bəli. Birinin üstüne dayanırıq və Bəli, enteri vururuq. Vso. Silmək üçün seçdim və backspace. Sonra deməli, burada qalır nə? Chart. Diqqətlə qulaq asırsınız buna. Baxın, diaqram nə üçündür? Ümumiyyətcə, baxın, diaqram elə bir şeydir ki, məsələn, biz Excel-də daha çox görmüşük rəqəmləri, ədədləri görmüşük. O müəssisənin işçiləri deməyim, daha üst leveldə olanlar deyir ki, mən rəqəm görmək istəmirəm. Mənə artım azalmanı diaqramla göstər. Daha yaxşı, daha aydın başa düşülür axı. Biri var məsələn rəqəmlərdən başa çıxmır, sadəcə artım azalmanı diaqramla görmək istəyir ya da faizlə görmək istəyir. Baxın o zaman istifadə olunur. Hətta bu diaqram üçün xüsusi proqramlar var. Tablo, Power BI, bilməm eşitmisinizin data analitik sahəsində çox istifadə olunan proqramlardır. Baxın, onda istifadə eləyə bilərsiniz. Məsələn, gəlin biz burada bir dənə diaqram yaradaq. Bu vərəqdə dayandım. Chart. Diaqramın 11 dənə növü var burada. Biz ən çox istifadə eləyəcəyik, indeksdə də görəcəksiniz. Kolon, line və faizlə göstərilən. Məsələn, mən seçirəm kolon, sütunlu. Seçdim, oku kliklədim. Baxın indi. Diaqramla paralel olaraq Excel-də açılır. Bəs az öncə dedik axı Excel-dən, yəni Excel-də nə yazıramsa ona düşür. Rəqəmlər nədirsə o ora düşür. İndi gəlin biz diaqramı quraq. Bir dənə bunları silim. Dovşan Doğuşan getdi, qaldı. qaldı. Ondan sizə bir ömür müsaitələr. Hə. Okey. İndi Ben de niye kendim çizdim? baxın. Mən indi burada kateqoriya 1, kateqoriya 2, 3 yazdım. İndi bu diaqrama baxanda da görmək olur. Baxın. 1, 2, 3. İndi gəlin biz bunları dəyişək. Mən buradan yazıram. Məsələn, sizin adlarınızı yazmaq istəyirəm. Məsələn,
ve bir de olsun Şövkət. Okey. İndi gəlin başlıqları yazaq. Mən buradan yazacağım Word. Ama işte Yaxşı. Mən buradan yazacağım Ha, Excel Şekil. ve ve bir de yazıram Power. İndi fikir verin bir dənə bura sonra yazarsınız. Bir dəqiqə bunu böyüdüm ki daha aydın görəsiz. Baxın, mən adları yazdım. Nə yazdı? Hansı ki bu adlar deyir ki, bu Səkinə, Leyla, Rövnəq və Şövkətin göstəriciləridir. Hərəsində ayrı-ayrıdır. 3 dənə sütun olduğu üçün. Word, Excel, PowerPoint. İndi dəyişirəm. Fikir verin bura. Hal-hazırda 0 və 6 aralığındadır ədədlərimiz. Amma mən buradan dəyişdim. Deyirəm ki, burada nəticəsi 25-dir. Görürsüz avtomatik necə dəyişdi? Bunun nəticəsi məsələn 30-dur. Burada isə nəticəsi 45-dir. Təkcə Səkinənin göstəricisi dəyişdi. Niyə? Çünki həmin sətirdəyəm. İndi keçirəm bunları dəyişməyə. Məsələn, olsun 30, 45, 18. Sonra məsələn 15, 25, 35. Mümkün. Burada da dəyişirəm. Məsələn 24, 22, 33. İndi baxın. Aha. Şekil. oy. Güzel. Artıq mənim belə bir diaqramım var. Hətta aralığı da göstərir. Deyir aralığın 0-50 arasındadır. Bu maaşlarda da belə olacaq. Görəcəksiniz Excel-də. Deyir Səkinənin göstəricisi bunlardır. Leylanın göstəricisi, Rövnəq və Şövkətin göstəriciləri bunlardır. İndi gəlin Excel-i bağlayaq. Bu diaqram üzərində işləmək üçün dizayn açılır və dizaynda rənglərini falan dəyişdirə bilirsiniz. Dəyişdirdik. Məsələn, gəl. Yakınızda yaklaşıyorsunuz. Üstünüz var. Yox. Durma. Okey, məsələn, birinci oldu göy rəngdə. Sonra keçdi, ikinci Excel idi, düzdür? Normalda Excel yaşıl rəngdədir. Gəlin biz bunun rəngini dəyişək. Keçirsiniz formata, bir hissəsində çevirirsiniz bunu məsələn yaşıl rəngə. Ya da kənar xəttləridirsə, kənar xəttini yaşıl eləyirsiniz. Niyə belə oldun? Gəl bundan seçək. 28. Şekil. Yani görme göreceğim. Hə, niyə olmadı? Bir dəqiqə baxın buna. Göy rəngdədir, yaşıl rəngdədir. Öğrenci haldan seçtiği. Okey. Bax formatdan. Bu isə olsun narıncı rəngdə. Tamam. Hər proqramın öz rəngində elədim də elə bil. Sonra gəlirəm yenə dizayna. Ama o dizaynda da Dizaynda belə vermir amma. şirinliğin Ben indi dizayn yani bakalım. şu outline. Yani bu xətlərin de Filmde hiç sevmiş. Gözü yaxşı. very good. Hə, nə deyirdin? Biz o dizayn bəs hardan verdik? Dizayn. Çap dizayndan. Aha. İndi məsələn deyirsiniz ki, baxın göy rəng deyir ki, Word-ün göstərir onun artırıb azalmağını. Excel yaşıl rəngdədir, PowerPoint narıncı rəngdədir. İndi gəlin baxaq formata. Dizayn bildiniz, dizaynı dəyişdirir. Hətta gəlin burada add chart element var. Buradan dəyişiklik eləyək. Görürsüz göstəriciləri yığır. Başlığı dəyişdirə bilirsiniz. Başlıq var ya burada Siz ora neyse çap titles. Aha. Hani on. Baxın. Görürsüz Ha sağda solda. rəqəmləri belə göstərə bilər buradan. Məsələn, qalsın rəqəmlər. Bayaq rəqəmlər yox idi. İndi rəqəmlər var. Aa. Məsələn, baxın, belə dəyişiklik eləyə Bence çok bilirsiniz. interesting. Əlbəttə, interestingdir. Baxın, belə də Data dəyişdirə table. bilərik. Aa, bu lap qəşəngdir. Data table lap süperdir.
İşləməyə. Bunun arasında xəttə çəkə bilərik. Məncə ehtiyac yoxdur. Başa düşdük? Excel-də istifadə edəcəksiniz. Burada da bilsəz yaxşıdır. Bəs məsələn dediniz ki, mən indi dəyişiklik eləmək istəyirəm. İstəmirəm məsələn burada Rövnəqin adı olsun, istəyirəm Cahandarın adı olsun. Nə edəcəm? Gəlirəm Edit Data klikləyirəm, hansı ki chart dizayndadır və həmin cədvəl açılır. Ya da əlavə etmək istəyirsinizsə, baxın, Biraz sürüklü aşağı. aşağı doğru sürüşdürəcəksiniz, əlavə olacaq. Baxın, gördünüz, nə qədər istəsəz əlavə edə bilərsiniz. Gəlin hətta yazım. Leyloş yazıram bura. Leyla xanım yazamayacam bura. Sətr lazım. Sonra məsələn Cahandar. Çox kifayətlərik. Baxın neçə yazsam Necə təzən güzel şeyler sayma. göstərəcəm. Girsən chat dizaynı, orada Aslında- edit data var. Belə chat dizayn yadınızda saxlayın, qalmayacaq. Öldürüb bu uşaq mənim. Edit data. Oysa mən çox tapda çox. Oradan. Все. Bax, buradadır. Leyloş bax. Edit data. Chart dizayn içərisində sağ küncdə edit data. Aha. Все. Buradan düzəliş eləyə bilirsən. Başa düşdüyümü? Bir dənə də bunda tez sürətli izah edeyim. Screenshot. Ekran şəklini çəkmək. Amma bu ekranın şəklini çəkmir ha. Arxa fonda nə varsa onu çəkəcək. Bunun Word-ün özünü çəkmir. Word-ün özünü çəkmək istəsəz, bayaq öyrətdim. Win print screen-dən istifadə edirsiniz. Yəni hal-hazırdakı ekranı çəkmək üçün. Amma arxa fonu çəkmək istəsəz, baxın, deyir ki, arxa fondakını yerləşdir bura. Kliklədiniz, arxa fondakı ekranı çəkir, atır bunun içərisinə. Arxa fonda hardadır mənim? Nə? Arxa fonun nədir? Bax, insert, screenshot və buradan. Hətta desəz ki, arxa fonda hansıdırsa, mən onu clipping, kəsmək istəyirəm. Yalnız deyirəm ki, bu hissəni Arxa fonda isə. yerləşdirsin. Baxın, Arxa fonda ekran şəkli. bax, sakit. Təkcə bu hissəni kəsdim, kəsdiyim hissəni sadəcə yerləşdirdim. Başa düşdük? Təkrar izah edeyim. Səsim mükəmməldir. Gəldim, insert, screenshot, screen clipping və arxa fonu açır. Deyirəm ki, məsələn, təkcə bu hissəni istəyirəm. Gördünüz, kəsdi, atdı ora. Başa düşdüyümü? Bir də ekran şəkli aldı. Məsələn, belə, düzdür. İndi görsən plus işarəsi var. Oradan avtomatik kəsdim. Çox Okey. yerləşdirdi ora. Yani kitleri geldi. Böyle. Düzdür. İndi mouse'un sol düyməsini sıx saxla, hara kimi sürüklərsən oranı kəsəcək. Bax, təkcə. Böyle işte. Word-ün özü oldu. Dedim, arxa fonda nə varsa onu. Bax, biraz kompüterin yaxın gətir mənə. Bax indi. Buradan tutdum, mouse'un sol düyməsini tutdum, saxladım, çəkdim. Hara qədər çəkmişdimsə o gedib düşəcək ora, kursoru dayansın. Bu da belə. Rekordu dayandırıram. Günlük kifayətdir.